Salam əziz dostlar, bugün riyakarlığın növbəti müalicə üsullarından birini sizə demək istəyirəm. Onlardan biri də əməlləri gizli eləmək, xüsusən müstəhəb əməlləri. Məsələn, nafilə namazlarıdır, bunu gizlində qılmaq. Sonra sədəqələri gizlində vermək. Sonra duaları fərdi olaraq evdə gizlində eləmək. Bunlar ixlas toplamaqda və riyakarlıqdan uzaq olmaqda çox böyük effekt verir. Təbii ki, vacib işlər var ki, məsələn, o vacib işlər cəmiyyət maariflənsin deyə aşkarda eləmək yaxşıdır. Vacib işləri, məsələn, vacib namazları cəmaatla qılmaq və yaxud vacib həcci yerinə yetirmək və yaxud vacib xumsu vermək, aşkarda vermək yaxşıdır ki, bu da cəmaat maariflənsin, vaciblərə istək artsın, meyl artsın deyə bunu eləmək yaxşıdır. Amma müstəhəb əməlləri sədəqə verməkdir, birinə yardım eləməkdir, birinə kömək eləməkdir, ehsan verməkdir. Bunları gizli eləmək riyakarlıqdan qurtulmağın yollarından biridir. Sağ olun.